Mən psixoloqam və etiraf etməkdən utanmıram ki, mən də səhv edirəm. Çünki səhv etmək normaldır. Hər zaman doğru qərarları vermək olmur. Səhvlər də həyatın bir hissəsidir və onlardan öyrənmək vacibdir. Mən psixoloqam və mənim də qorxularım var. Yaxınlarımı, fürsətləri itirməkdən qorxuram və bu qorxular məni zəif etmir. Əksinə, mənə daha da güc verir. Mən psixoloqam və etiraf etməkdən utanmıram ki, bəzən mən də özümü gücsüz, narahat, nə etməli olduğumu bilmədiyim anlar olur. İnsanlar çox vaxt psixoloqu hər zaman və hər şey bilən kimi qəbul edir. Amma bu həmişə belə olmur. Çünki psixoloq da bir insandır. Mən psixoloqam və etiraf etməkdən utanmıram ki, mən də psixoloqa gedirəm. Çünki peşəkar biliklərimə baxmayaraq, mən də stres, çətinliklər yaşayıram. Başqalarının hissləri ilə işləmək emosional olaraq çətin ola bilər. Buna görə də şəxsi inkişaf və bərpa üçün dəstək vacibdir.